zamanla həkimlərlə bağlı şikayətlərin sayı sürətlə artır. Səylənkarlıq, qeyri-peşəkarlıq, saxta diplomlar. Bu kimi ciddi iddialar mediada geniş yer alır və cəmiyyətdə narahatlıq doğurur. Təəssüf ki, bu kimi hallar sağlamlıq sahəsinə olan inamı da zədələyir. Bu dəfə şikayətçi Anayva Reyhan adlı vətəndaş Xalq Aza müraciət edərək başına gələn estetik əməliyyat kabusunu bölüşüb. Onun sözlərinə görə Tuana estetik centridə plastik cərrah Esmia İbrahimli tərəfindən əməliyyat olunub. İlk əməliyyatdan sonra dodağında qüsur yaranıb. Cərrah isə ikinci əməliyyatla bu problemi aradan qaldıracağına söz verib. 2024-cü ildə ikinci dəfə əməliyyat olunan Reyhan xanım 500 manat ödəniş etdiyini, lakin bu dəfə vəziyyətin daha da pisləşdiyini bildirir. Dodağımın forması tam pozulub. Dəfələrlə ona müraciət etsəm də hara istəyirsən şikayət et cavabını aldım. Bu nə həkim etikasına, nə də insani münasibətə uyğundur. Məsələ ilə bağlı cərrah Esmia İbrahimli ilə əlaqə yaratmaq mümkün olmayıb. Tuana estetik centridə rəsmi mövqe bildirməkdən imtina edib. Analoq az olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq. Analoq az olaraq qeyd edirik ki, son dövrlər estetik əməliyyatlarla bağlı artan narazılıqlar fonunda analitik ekspertiza mərkəzi tərəfindən üzgəcə əməliyyatını canlı yayımlayan bir cərrahla bağlı da araşdırma başladılıb. Burada əsas sual açıq qalır. Həkim səhlənkarlığından zərər çəkən vətəndaşın maddi və mənəvi ziyanı necə qarşılanacaq? Bu kimi hallarda pasiyentin hüquqları necə qorunur? Estetik gözəllik arzusu ilə müraciət edilən klinikalarda nəticənin əksinə çevrilməsi yalnız insan psixologiyasını deyil, həm də cəmiyyətin səhiyyə sisteminə olan etibarını sarsıdır.